Salam, hər vaxtınız xeyir olsun. Mən əvvəl bir neçə SQL operatoru haqqında danışmışdıq və bundan əvvəlki 3 videomuzda bir ümumi bir təkrara baxsaq görəcəyik ki, burada select barədə danışdıq, aliaslardan danışdıq. Sonra orada select from yazılış qaydaları, ondan sonra ulduzun istifadəsi, ümumi bütün sütunların seçilməsi, həmçinin spesifik sütun adlarını qeyd edərək bizə lazım olan outputu əldə etməyi öyrəndik. Daha sonra where istifadəsinə baxmışdıq, yəni bir növ filtrlənmə hissəsinə. Where istifadəsində bilməli olduğumuz ən vacib məqamlara toxunmuşduq ki, hansı ki analitiklərin gündəlik olaraq istifadə elədiyi bir operatorlardan biridir where və daha sonra əldə etdiyimiz outputu bir sıralama halında bir qanuna uyğunluq üzrə düzmək üçün order by'dan istifadə elədik. Həmçinin burada baxdıq offsetə, fetch'ə baxdıq və bizə lazım olan məsələn top 10'luq, top 10% və s. bunların yazılış qaydasına, hamısına baxmış olduq və əgər bu videoları izləmənizsə, daha əvvəlki videolardan qeyd etdiyim mövzuları daha ətraflı öyrənə bilərsiniz. Təxminən 40 dəqiqə, 20 dəqiqəlik, 15 dəqiqəlik videolardan ibarət 3 ayrı video var. Hal-hazırda bu videonu yerləşdirəcəyim playlistdə. Deməli, bugün baxacağımız mövzu isə bir növ operatorlardan biraz kənarlaşırıq və funksiyalar bölməsinə keçirik. Funksiyalar hal-hazırda biz baza funksiyalarına, yəni bir növ Oracle-ın əsas kökündə duran funksiyalara baxacağıq. Əslində funksiyalar bir neçə növləri qeyd olunur və bunların hər biri haqqında ətraflı məlumat vermək üçün ayrı-ayrı videolar şəklində yerləşdirməyi düşünürəm. Deməli, funksiyalar olaraq baxa bilərik. Biz deməli sətir funksiyaları var, tarix funksiyaları var, say funksiyaları, yəni numerik və həmçinin ümumi adlandırdığımız, yəni general functions adlandırılan bir bölmə var. Hansı ki, funksiyalardan ən sonuncu videomuz həmin bölməyə aid olacaq. Ümumiyyətlə, funksiyalarımızın yazılış tərzinə baxsaq, yəni bir belə deyək də, funksiya adı və mötərizə açılır və burada ola bilər arqument 1, arqument 2 və s. Yəni, bunu qeyd etməkdə məqsədim ondan ibarət olur ki, bizim bugünkü videoda işləyəcəyimiz funksiyaların ümumi sintaksisi bir növ bu baza üzərində getmiş olacaq. İlk olaraq biz baxacağıq sətir funksiyalarına. Qeyd edək. Sətir funksiyaları. Sətir funksiyaları dedikdə biz nəyi nəzərdə tuturuq? Bir növ bizim sadə olaraq, ilkin başlanğıc olaraq baxacağımız odur ki, bir funksiya yazırıq və ona funksiyanın adı bu hissədəki və ona arqumenti daxil edirik. Arqumenti daxil edirik və bizə bir nəticə, yəni output qaytarır və bu qaytardığı outputun özü də bir sətirdən ibarət olur. Yəni, belə deyək, bir sətir daxil edirik, bir sətirdə əldə eləmiş oluruq. Sətir funksiyaları bir dəqiqə select equals from employees. Yəni, baxmaq üçün baxın, sətir funksiyası dedikdə bu 1, 2, 3, 4 bu sətirlərdəki hər biri, yəni bütün kolonlarda yerləşən hər hansı biri, yəni bu ola bilər, ayrı-ayrılıqda bu və s. fərq edən.
Yəni bunlar üzərində olan ehtiyatlar nəzərdə tutulmuş olur. Belə deyək, biz sətir funksiyalarına əsasən xarakter, yəni simvollar, funksiyalar və yaxud da tək özünü daxil edə bilərik. Yəni bu gördüyünüz hər bir şey bu sətirlərdə yazılan bir rəqəm ola bilər, amma bu da bir simvollardan ibarətdir. Yəni 1-dən 0, 0 birləşməsi, yəni yan-yana olması bizə 100-ü verir. Və nəticə olaraq da bizə həm numerik qaytara bilər, həm də qeyd etdiyim tekst formatında bizə nəticələr qaytara bilər. Özü isə ümumilikdə sətir funksiyalarının özü də bir neçə belə deyək, alt çoxluqdan ibarət olmuş olur. Neysə baxaq, ilk alt çoxluğuna baxsaq, yəni ümumi olaraq qrup olaraq baxsaq, registra dəyişən, belə deyək, registru dəyişən funksiya var. Registru dəyişən dedikdə nə başa düşürük? Məsəl üçün bu nümunədə baxsaq, burada görürük Steven yazılıb və S hərfi böyükdür, sonraki hərflər hamısı kiçikdir. Registr hərfin böyüklüyü və kiçikliyi nəzərdə tutulur və biz bu hərfləri hamısını kiçik hərflərlə yaza bilərik, həmçinin hamısını böyük hərflərlə yaza bilərik və yaxud da email hissəsindəki məsələn ilk başlanğıcı böyük hərf, sonraki isə kiçik hərflərdən ibarət olmaqla dəyişdirə bilərik. Ümumi daha yaxından baxmaq üçün belə bir şey eləyək. İlkin olaraq başlayaq lower funksiyasından. Lower adından da görsəndiyi kimi bütün hərfləri, yəni bütün simvolları belə deyək, kiçik registrını dəyişərək onların hamısını kiçik hərflərdən ibarət eləmiş olur. Yəni orada olur. Select, məsəl üçün qeyd edək, lower və qeyd etdiyimiz arqument hissəsi gəlmiş olur. Arqument hissəsinə nə yazacağıq? Təbii ki, biz hər hansı bir dediyimiz kimi parametr olaraq qəbul elədik, simvol. Və biz burada yaza bilərik email kolbunu daxil edirik və from employees. Və baxsaq görəcəyik ki, hamısını kiçik hərflərlə qeyd eləmiş olduq. Müqayisə eləmək istəsək, ola bilər, müqayisə eləmək istədik. Burada lowersiz bir email qeyd edilir. Baxın, hamısı böyük hərflərlə abanda, lakin lower funksiyasının köməkliyi ilə gördüyünüz kimi hamısını kiçik hərflərdən ibarət etmiş oldu. Daha sonra buradan kopyalayaq, əlimizdə qalsın. Daha sonra baxacağıq lower'ın əksinə, upper funksiyasına. Lakin burada hamısı upper olduğu üçün onsuz da gəlin bir dəyişdirək. Məsəl üçün burada yaza bilərik first name və daha sonra burada da first name. Baxın, first name kolunun, yəni heç bir funksiya daxil eləmək istəyən sətir funksiyası bizə verir Ellen, Sander, məsəl üçün David və yaxud da burada hamısı qeyd olunur. Baxırıq, məsəl üçün A hərfi böyüklə başlayır, digərləri kiçik. Lakin burada upperə baxırdıq, görürsünüz. Upper qeyd eləsək görürük ki, hamısı böyük hərflərdən ibarət olmuş oldu. Qeyd oldu, böyük hərflərdən hamısı deyil. Və daha sonra üçüncü registra dəyişən funksiyaya baxsaq, burada görəcəyik ki, init-cap funksiyası. Init-cap nə edir? Belə deyək, init-cap funksiyasının əsas vəzifəsi bizə sağdakı, yəni burada upperlə yazılan formada olan və yaxud da hamısı kiçik, məsəl üçün burada qeyd eləyək. Yaxud da belə ola bilər. Yəni məsələn, hamısı kiçik hərflərdən ibarət ola bilər, hamısı böyük hərflərdən ibarət ola bilər və biri kiçik, biri böyük, kiçik, biri böyük, bu tipdə də gedə bilər. Yəni bilmirik, bizə yəni xam datanın gəldiyi formatından asılı olmayaraq hamısını eyni formaya salmaq üçün, yəni ilk hərfi böyük, sonrakılar kiçik olması üçün
initcap funksiyasından istifadə edirik. Initcap funksiyasına biz email də daha yaxşı baxa bilərik. Bunu kopyalayıb ataq. Baxır, burada hamısını kiçik eləmişdik. Və bir ədəd də birinə əlavə eləsək, deməli initcap email. Initcap email etikə baxırıq, görürük ki, burada email, yəni bizə gələn forması, xanım forması bu formadadır. Hamısı böyük hərflərdən ibarətdir. Lower funksiyası onun hamısını kiçik hərflərdən ibarət elədik. Initcap funksiyasının gördüyü iş isə ilk hərfini böyükdür, sonraki hərfləri kiçik hərflərdən, yəni simvolları kiçik simvollardan ibarət eləmiş oldu. İkinci böyük qrupumuz olacaq. Burada nə? Simvolları dəyişin. Bu biraz fərqli başa düşülə bilər. Simbol dəyişən nədir? Məsələn, bizim dəyərimiz, həmin sətirdə yerləşən dəyərimizin simvollarını bir növ tamamilə dəyişir. Burada biz ilk olaraq registri dəyişdik. Yəni hərf eyni qaldı, amma böyük, kiçik bu tip dəyişiklik eləmiş olduq. Lakin burada isə ümumiyyətlə bütünlükdə simvolun özünü dəyişmiş olacaq. İlkin olaraq bütün, yəni Excel-də də bu funksiyadan çox istifadə olunur. Klişə bir funksiya demək olar. Concat funksiyası baxacaq. Bunu da qeyd eləyək. Deməli, simvolları dəyişin. Concat funksiyasına baxsaq nə görəcəyik? Biz burada birləşdirməkdən, yəni birləşdirmək üçün istifadə olunan bir funksiyadır. Belə deyək, iki ayrı simvollar toplusunu və yaxud iki ayrı simvolu bir-biri ilə birləşdirir. Onun üçün, məsələn, database-ə baxmayacaq, dual işləyəcəyik. Select, məsələn, concat qeyd eləsək və burada parametr olaraq qeyd edirik. Məsələn, CA qeyd elədik. İkinci parametr olaraq qeyd edirik LA və daha sonra da from goal. Gördüyünüz kimi SA hissəsi bir ayrı arqumentdir, birinci arqument. İkinci arqument isə LM-dir, yəni lam hissəsi və concat operatorunun vasitəsilə bizə nə verdi? Salam sözünün tam formasını bizə vermiş oldu. Sadəcə concatdan az istifadə olunur, çünki Oracle SQL-də concat cəmi iki simvol qəbul edir. Məsələn, burada bir boşluq da əlavə eləmək istəsək, gördüyünüz kimi bir xəta verəcək və burada incorrect number of arguments, yəni daxil olunan arqument sayı uyğun gəlmədi. Bu problemi belə həll etmək olar. Məsələn, salam təzədən bir concat yazır. Concat, yəni birinci hissəsi bu olacaq. İkinci hissəsinə məsələn nida olsaq, yəni bu iç-içə bir nested functions olacaq. Yəni concatların sayını uzada bilərik, lakin bu üsul o qədər də əlverişli sayılmır. Bunun yerinə sadə olaraq bunu yazmaq olar. Select star, daha sonra lam, daha sonra isə qeyd eləmək olar nidanı və bundan sonra from yazacaq. Yəni ilk dərslərdə, ilk videoda hesab eləmək üçün qeyd elədiyimiz bu birləşdirmə bir növ operatorundan istifadə eləməklə concat funksiyasını təxirə sala bilərik. Yəni onun yerinə gələ bilərik. Yəni bir neçə arqument daxil etdikdə birləşdirmə operatoru daha sərfəli olur. Daha sonra burada iki tipdə bir funksiyamız var. Biri onları elə eyni vaxtda keçərik. Substr və digəri instr. Substr neydir? Substr funksiyasının əsas işi
kəsib götürmək. Yəni bir növ bir neçə simvoldan ibarət belə deyək, simvoldan ibarət bir xarakter çar var, belə deyək, tekstimiz var, mətnimiz var və onun içindən hansısa bir hissəni kəsib götürmək üçün istifadə edirik. Insert funksiyası isə bir növ hansı hərfin, hansı simvolun hansı indeksdə yerləşdiyini bizə deyir və substr bizə tekst qaytarır, insert isə bizə bir növ rəqəm qaytarmış olur. Şimdi baxaq. Məsəl üçün select oldu from employees. Nəsə olan kimi employees cədvəlinin üstünə qaçırıq. Məsəl üçün elə higher date-ə baxsaq, görəcəyik, nə görəcəyik higher date-də. Burada ay, deməli gün, ay, ildən ibarətdir. Əslində bunu tarix funksiyalarında kəsmək daha uyğun olar. Ona görə buradan çıxır. Məsələn, telefon nömrəsinin belə deyək, necə bizdə 051, 055, 070 və s. bu tip kodlar var. Yəni biz də elə fikirləşək ki, bu öndəki ilk 3 simvol bir növ bizim telefon kodumuzdur və telefon kodlarına görə bir növ qruplaşdırmaq istəyirik ki, məsəl üçün ona uyğun da biz regionu tapacağıq. Yəni bu addım səddi olaraq, yəni bir növ əsas kəsmək, yəni substr funksiyasına işləməyinə baxacaq. Biz onu qeyd edəcəyik, substr və biz ilkin olaraq phone number qeyd elədik və burada bizdən daha sonra qeyd etmişdik ki, arqumentlər bir neçə arqument də tələb eləyə bilər, 2 arqument də tələb eləyə bilər və yaxud heç arqument tələb eləməyə də bilər. Məsəl üçün yazsaq 1, 2. Daha doğrusu 2-3 rəqəmi kəsirdik. Gördüyünüz kimi bir dəqiqədə bunun da yanına phone numberi əlavə eləyək, daha yaxşı görürük. Görürsünüz ki, biz substr funksiyasına izahını versək, belə oxuya bilərik. Yəni görürsünüz ki, phone numberdən ilk 3 simvolu kəsdik. Bir növ deyirik ki, kəs, yəni kəs götür. Birinci hissəyə, birinci arqument olaraq yazıb hardan nəyi, hardan kəsməlidir. Yəni burada bir sütun adı da ola bilər, burada bir özümüz də tekst verə bilərik və yaxud da hansısa bir funksiyadan yaranan bir, yəni iç-içə nested funksiyasında ola bilər, funksiyadan yaranan bir nəticə də ola bilər, fərqi yoxdur. Bunu daxil elədik. Daha sonra burada qeyd eləmişik ki, 1 və 3. Bu bir nə deməkdir? Bu bir o deməkdir ki, birinci simvoldan başlayaraq hesablayırıq. 3 nədir? Birinci simvoldan 3 ədəd. Yəni 1, 2, 3. Birincidən başlayır, 1, daxil, 2, 3. Yəni ilk 3 hissəsini kəsmiş oldu. Daha sonra buna gələk. Məsəl üçün baxdıq bura bizə daha sonra bu dəqiqə qutladıq, atdıq. Deməli burada belə bir case oldu ki, məsəl üçün biz indi hal-hazırda əvvəldən ilkin simvola baxmış olduq. Məsələn bizə sondan 4-cü, yəni son 4-cü simvol lazımdır ki, məsəl üçün oradan da bir şey çıxardırıq. Tutaq ki, əsasən banklarda da hesabatlar olur. Məsəl üçün kartın son 4 simvolu və ya ilk 4 simvolu, ilk 8 və s. Bu zaman nə edirik? -4 qeyd edirik və heç bir arqument yazmırıq. Əslində 4 də yaza bilərik. Bir dəqiqə. Ondan da istəyirəm. Vergül qoymağı yaddan çıxartmışıq. -4-dən başlayaraq bizə simvolları qaytarır, 4 ədəd simvol. Bu 4-ü yazmaya da bilərik, yazmayaq. Bayaq demişdik, arqumenti daxil və elə arqumentlər var ki, məsələn, daxil eləmək də olar, eləməsək də olar. Baxaq, yenə bizə həmən cavabı qaytardı. Əsas fərq nədən ibarətdir?
Biz burada deyirik -4 deyəndə artıq buradan gəlir arxadan geridən önə doğru. Yəni 1, 2, 3, 4. Yəni -4 buradan başlayır. -4-dən bu da -1 olduğuna görə -4-dən qayıdır -3, -2, -1 sıfıra qədər gəlib dayanır. Bir növ burada qeyd eləməsək, yəni onsuz da 4 dənə simvol olduğuna görə 4 dənəsini qaytarırıq. Məsəl üçün biz bu sonuncu 4-dən tutaq ki 3-ünü istəsəydik və s. İndi kombinasiyaya baxır da o əslində. 3 versək artıq görürsünüz 456, 456, 456, yəni bu tipdə gəlmiş oldu. Aha, mənfini də izah elədik. Həmçinin burada adici olaraq məsələn 3 versək bizə nə qaytaracaq? Təbii ki, görürsünüz gələcək 3-cüdən başlayacaq. 3-cü də daxil olmaq var. Çünki burada birinci nə versək qeyd eləmişik ki, o da daxil olmaqla hesablayır. 3-cüdən sonra bir növ harda dayanmağını ona demədiyimizə görə, yəni hardan hara kəsməyini demədiyimiz üçün başlanğıcı verdik. O da default olaraq fikirləşir ki, sona qədər bizdən kəsməyini istəyib. Ona görə bizə belə bir nəticə qaytarır. Inster funksiyasının da əslində bir növ gedişatı eyni formadadır. Yəni burada select bu yüzden yox, sadə olaraq select bu alan işləyək. Məsələn bir sözlə işləyəcəyik. Tutaq ki, inster yəni sözümüz olacaq. Yəni burada bildiyiniz kimi command da ola bilər. Hər hansı bir şey olsun. Məsəl üçün salam sözü olsun. Daha sonra bizdən nə istəyir? Biz ifadə olaraq daxil edirik. Substr-da bir növ kəsmək üçün hardan başlamaq, hardan bitirmək indeksləri daxil edirik. Inster funksiyasında isə biz indeksin özünü axtarırıq. Ona görə bir növ bunun içində yerləşən simvolun yerini axtarırıq. Məsəl üçün A-nı, A simvolunu axtarırıq və üçüncü arqument olaraq biz deyirik ki, harda axtarırıq, neçənci tapdığı arqument. Məsələn, 1 yazsam, görək ki, 2 verir. Niyə görə? S1, S1, ikinci də A gəlir. Yəni birinci tapdığı A simvolu ikinci indeksdə yerləşir. A-nı axtarsaq bizə 2 verdi. Yəni heç bir opsiya daxil eləmədik. Daha sonra məsələn opsiya daxil eləmək istəsə, yəni onu dəyişdirmək üçün tutaq ki, başlasın neçənci simvoldan etibarən axtarsın. Birinci simvoldan etibarən axtarsın və neçəncini tapdığını. Məsəl üçün birinci simvoldan başlasın axtarmağa, lakin ikinci tapdığı A-nın indeksini bizə qaytarsın. Gördüyünüz kimi 4-ü qaytardı. Yəni oxunuşu belə olacaq. Inster olaraq bu ifadənin içində A-nın indeksini axtardı, yəni yerləşdirdiyi yeri axtardı. Birinci simvoldan başladı axtarmağa, gəldi bunu tapdı. A-nı tapdı, 2-dədir. Amma biz burada üçüncü arqument vermişik, yəni ona demişik ki, birincini yox, məhz ikincini tap. Yəni o birinci tapdığını ignore edir, başlayır yenə keçməyə və ikinci tapdığı isə dördüncüdə yerləşdiyi üçün bizə simvol olaraq dördüncünü qaytardı. Bundan başqa standart olaraq funksiyalarımız var. Məsəl üçün trimdir, kəsmək funksiyasıdır, lengthdir. Məsəl üçün hər hansı bir uzunluğunu göstərir. Select, bax ki, length, select, length. Məsəl üçün nəyin uzunluğunu elə eyni salam ifadəsinin uzunluğuna baxsaq görürük 5 verdi bizə, yəni
simvol sayı neçədir? S1, 2, 3, 4, 5. Bizə də cavab olaraq 5 qaytardı. Həmçinin bundan başqa kodları elə replace funksiyasına baxsaq, replace məsəl üçün ifadə olaraq belə deyək, sıbılam qeyd eləyək. Replace-in arqument olaraq hansı hərfi dəyişmək istəyirdik? B-ni dəyişmək istəyirdik və onun əvəzinə nə olacaq? A olacaq ki, bizim sözümüz düzəlsin. Baxıraq, gördüyünüz kimi sıbılamı içində B-ni tapdı və onu A ilə dəyişdirdi və nəticədə salam sözü yaranmış oldu. Son olaraq baxmaq istədiyimsə, deməli, L-tag və R-tagdir. Yəni, bunlar da bu tipdə işləyir. Simvolların sayı neçə olursa olsun, müəyyən elədiyimiz bir standart simvol sayı olur və həmin simvol sayları arasındakı fərqi qeyd etdiyimiz hər hansı bir simvolla doldurmuş olur. Məsəl üçün, buram yox deyir, buram. Yuxarı gedir. Gördüyünüz kimi L-pad, yəni sağ tərəfinə salam sözü 5 simvoldan ibarət edir və 1, 2, 3, 4, 5 dənə də əlavə elədi və totalda 10 olmuş oldu. Daha yaxşı baxmaq üçün, məsələn, L-pad bir dəfə daha az simvol, məsəl üçün Ali qeyd elədik və Ali yenə 10 və yenə də udur. Bir dəfə nə olacaq? Burada da görürsünüz ki, L-paddə left, L-right və L-left. Bir dəfə sol hissəsinə əlavə olundu. Lakin burada neçə dənə əlavə olundu? 3 simvol Ali-də var idi və totalda bizə 10 simvol olmalıdır. Nəticədə 1, 2, 3, 4, 5, 6, 7. 7 simvolda əlavə eləmiş oldu. Şimdi baxsaq bugün funksiyalardan danışdıq və burada sətr funksiyalarına baxdıq, onların içində registra dəyişən funksiyalara baxdıq, upper, lower, init cap, daha sonra simvolları dəyişən, concat ilə birləşdirmək, substr-lə kəsib çıxartmaq, insert-lə indeksin simvolun indeksini tapmağı, links-lə uzunluğa baxdıq, replace-lə simvolu və yaxud da simvolları başqa simvolla əvəz elədik. Yeni bir simvol toplusu yarandı. L-pad və L-pad ilə isə standart bir boşluqlarımızı sağdan və yaxud da soldan hər hansı bir simvolla doldurmuş olduq. Bu günlük bu qədər kifayət elədi. Düşünürəm, inşallah növbəti videolarda görüşərik. Özünüzə müqayət olun, sağ olun.